Qubadlı şəhər Bəhman Mehdiyev adlı 2 nömrəli tam orta ümumi təhsil məktəbinin şagirdi vəfat edib. Doğru Xəbər Azərbaycan xəbər verir ki, bu barədə məktəbin sosial şəbəkə hesabında paylaşım olunub. Bildirilib ki, məktəbin 9-cu sinif şagirdi Abbaszadə Pərvin Bayram qızı dünyasını dəyişib. Şagirdin ölüm səbəbi isə açıqlanmayıb. Tovuzda ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonunun Yanıqlı kəndində qeydə alınıb. Belə ki, VAZ 2106 markalı avtomobilin aşması nəticəsində 2006-cı il təvəllüdlü Nəsimi Rəhimov hadisə yerindəcə keçinib. Daha 2 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Qeyd olunub ki, xəsarət alanlar 2006-cı il təvəllüdlü Əli Məmmədov və 2006-cı il təvəllüdlü Asim Xan Mirzəyevdir. Faktla bağlı araşdırma aparılır. Tanınmış alpinist və dağ bələdçisi Sirxan Məmmədov infarkt keçirib. Bu barədə məlumatı sosial şəbəkə hesabında tanınmış fotoqraf Aleksey Lyokin paylaşıb. O, alpinistin səhhətində ciddi problem yarandığını bildirib. Həkimlər ona uğurla 3 stent yerləşdiriblər və hazırda səhhəti tədricən yaxşılaşır. Ona tezliklə tam sağalma, möhkəm can sağlığı və yenidən sevdiyi zirvələrə qayıtmağı arzuluyuruq. Xatırladaq ki, dağçılıq fəaliyyətinə 2001-ci ildə Şataq zirvəsinə 4243 metr çıxaraq başlayan tanınmış alpinist elə həmin ilin 10 mayında Heydər zirvəsini 3751 metrdə fəth edib. Karyerası ərzində dünyanın ən təhlükəli və yüksək nöqtələrinə yürüş edən Məmmədov 2010 və 2013-cü illərin iyul-avqust aylarında Xan Tengri 7010, 2011-ci ildə İbn Sina, Lenin 7130 metr, 2012-ci ildə İsmail Somoni, Kommunizm 7495 və elə həmin ilin iyul-avqust aylarında Korjenev 7135 metr zirvələrinə qalxmağı bacarıb.